Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Rusiya Zəngəzur dəhlizində olmayacaq. Şok detal. Qrenlandiya və Qəzzadan sonra növbə Zəngəzurdadır. Şok iddia. Erdoğan Trampa İranla görüş təklif etdi. Qarabağ son 10 ildə bunu bacaran yeganə MDB klubudur. Ermənistanın ikinci prezidenti Robert Köçəryan Rusiyanın Tramp marşrutu layihəsinin həyata keçirilməsində iştirak etməyəcəyinə əmindir. O bunu bugün yanvarın 29-unda keçirilən mətbuat konfransında Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Rusiyanın layihədə iştirakı ilə bağlı açıqlamalarını şərh edərkən bildirib. Kim dedi ki, Rusiyanın Tramp marşrutu layihəsində iştirak edəcək? Əksinə, Amerika İranla yaxşı münasibətləri olan heç bir ölkənin bu layihədə iştirak etməməsi üçün əlindən gələni edəcək. Şəxsən məndə belə bir təəssürat yarandı və məhz bu səbəbdən bu layihənin əsl məqsədlərinə şübhə ilə yanaşıram, deyə Köçəryan bildirib. O, Rusiya və ya Çinin qoşulacağı təqdirdə Tramp marşrutu layihəsini hər iki əllə alqışlayacağını etiraf edib. Bu, İranın layihə ilə bağlı narahatlıqlarını aradan qaldıracaq. Lakin hazırda belə bir şey baş vermir. Mən bunu mümkün hesab etmirəm. Konstantin Zatulin niyə bu açıqlamanı verdiyini bilmirəm. Amma şəxsən mənim heç bir məlumatım yoxdur və Ermənistanın Rusiyanı bu layihəyə hər hansı bir şəkildə cəlb etməyə çalışdığına inanmaq üçün heç bir səbəb görmürəm, deyə o bildirib. Xatırladaq ki, Konstantin Zatulin bildirmişdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan tənqidləri yayındırmaq və günahı Moskvanın üzərinə yıxmaq üçün Rusiyanı Tramp marşrutu layihəsinə cəlb etməyə çalışır. Qrenlandiya və Qəzzadan sonra növbə Zəngəzura çatacaq. Bu iddia ilə erməni politoloq Artur Xaçikyan çıxış edib. Onun sözlərinə görə Ermənistan Qrenlandiya və Qəzza məsələlərinin həlli üçün təkliflərə əməl etməlidir. Çünki bu, Sünik Zəngəzurda baş verəcək. 1945-ci ildən sonra yaradılan dünya nizamının necə dağıldığını görürük. Tramp bütün dünyanı özünün Sülh Şurası vasitəsilə idarə edəcək. Birləşmiş Millətlər Təşkilatı var idi, lakin Tramp bəyan etdi ki, dünyanın sahibi artıq onlardır. Onlar Qəzzadan mülk kimi danışıqlar. Bu bizim üçün vacib mesajdır. Çünki Ermənistanda 74% Amerikaya məxsus olan Zəngəzur dəhlizi var. Xaçikyan hesab edir ki, Qrenlandiya məsələsində suverenlik güzəşt ediləcək və hərbi bazalar qurulacaq. Qrenlandiyada suverenlik güzəşt edilirsə, Qəzzadan mülk kimi bəhs olunursa, eyni şey Ermənistanda da olacaq. Sünik Zəngəzurda bunu görəcəyik, o iddia edib. Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan ABŞ prezidenti Donald Trumpa İranla üçtərəfli samit keçirməyi təklif edib. Bu barədə Türkiyənin Hürriyyət qəzetinin köşə yazarı Hande Fırat məlumat yayıb. Erdoğan bu təklifi 27 yanvarda Trumpla telefon danışığı zamanı səsləndirib. Bunun videokonferans vasitəsilə təşkil edilməsi mümkündür. Trump Erdoğanın təklifinə müsbət yanaşıb, Fırat bildirib. Onun sözlərinə görə İranın Xarici İşlər naziri Abbas Arakçı bu həftənin sonlarında Türkiyəli həmkarı Hakan Fidalla danışıqlar aparmaq üçün Türkiyəyə səfər edəcək. Qarabağ Çempionlar Liqasının play-off mərhələsinə yüksəlməklə daha bir tarixi uğura imza atıb. Ağdam təmsilçisi Liqa mərhələsini 10 xalla 22-ci sırada başa vurub. Beləliklə Qarabağ son 10 ildə çeyləyin play-off mərhələsinə vəsiqə qazanan ilk Müstəqil Dövlətlər Birliyi ölkəsi təmsilçisi olub. Bunadək play-offa adlamağı bacaran son Müstəqil Dövlətlər Birliyi klubu Zenit olmuşdu. Rusiya təmsilçisi bunu 2016-cı ildə bacarmışdı. Qeyd edək ki, Qarabağ həm də qitənin əsas klub turnirində play-offa vəsiqə qazanan ilk Azərbaycan komandasıdır. Qurban Qurbanovun kollektivi bu mərhələdə PSG və Newcastle-la qarşılaşacaq. Püşkatma mərasimi yanvarın 30-unda Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.